Qərb kəşfiyyat agentlikləri Pekinin də eyni şey edəcəyindən narahat edilər. Wagner ilə görüşdükdən sonra qısa müddət Sulavari korrupsiya və rüşvətxorluq iddiaları fonunda etimadsızlıq səs verməsi ilə vəzifədən uzaqlaşdırıldı. 2019-cu ildə baş nazirliyə qayıtdıqdan sonra o, Pekinlə daha çox təhlükəsizlik əlaqələri qurmağa çalışdı. Lakin onu əvəz etməmişdən əvvəl Dünya Bankının keçmiş rəsmisi Rick Howe Huawei-ni padratçı kimi buraxdı və Avstraliya müdaxilə etməyə və nəzarəti ələ keçirməyə imkan verdi. O günlərdə daha çox unudulmuş bu hadisə dünyanın məlumat infrastrukturu üzərində müharibənin ilk atəşi idi. Sualtı kabellər dünyanı bugünkü halına gətirir. Lakin onların zəifliyi dizaynlarına irəli gəlir. Kabellər təcrübli dərəcədə nazikdir. Təxminən baxışlanğının qalınlığındadır. Kabellər müxtəlif dizaynlarda, komponentlərdə və materiallarda olur. Ən əsası anatomiya izolyasiya üçün polietilen plastik iplikdən hazırlanmış ən xarici təbəqəyə, sonra qoruyucu zireh üçün hörülmüş podal məftillərə malikdir. Daha sonra içəridə su yalıtımı üçün əlavə polietilen plastik təbəqə, ardınca isə daha çox polad məftillər və daha çox polietilen plastik var. Kabelin təxminən ortasında kabeli zədələnmədən və korroziyadan qoruyan mis və ya alüminium boru var. Bunun ardınca kabelin müxtəlif, bütün ətrafını saran, su bloklayan lentlər izlənilir. Nəhayət, ən daxili təbəqə saç kimi optik liflər. Bunlar ayrılır və fiberglas nüvəsi ilə yerində saxlanılır. Optik liflər isə digər tərəfdən reseptorlara lazer siqnalları verir. Bununla belə siqnal uzun məsafələrdə istifadə edildikdə bütövlüyünü itirir. Belə ki, siqnalı artırmaq üçün hər 60-70 km-dən bir təkrarlayıcı qurğu yerləşdirilir. Bəzi ekspertlər təkrarlayıcıların istehsal və ya texniki xidməti zamanı nəzarət üçün axtarışdırıla biləcəyini iddia edirlər. Digərləri kabellərin sahildəki enerji stansiyalarında asanlıqla izlənilə biləcəyini iddia edərək casus agentlikləri üçün müşahidə qızıl mədəni təqdim edir. Üstəlik, sualtı kabellər xüsusi təyinatlı maşınlarla çəkilir. Dünyada sualtı kabelləri çəkə və saxlamağa qadir olan 50-yə yaxın gəmi var. Buna görə də kabel biznesi böyük nişlərdən biridir. Bəzən mövcud təcrübə o qədər az olur ki, hökumətlər öz infrastrukturlarını təmir etmək üçün rəqib güclərə müraciət edəcəklər. Bu, orta qüdrətli dövlətlərə, eləcə də geosiyasi cəngavərlərə aiddir. Çinli mühəndislər Amerika firmalarına məxsus kabellər üzərində işləyiblər və əksinə, beləliklə texniki xidməti başqalarına təhvil verərkən həmişə müəyyən risk var. Cihazlar məlumatların tutulması və ya korlanması üçün quraşdırıla bilər ki, bu da kabeli məsuliyyətə çevirir. Nəticə ondan ibarətdir ki, hər yeni kabel geosiyasi oyundur. Yeni əlaqələr təhlükəsizlik əlaqələrini gücləndirir və gücləndirməyə davam edir. İstisna vəziyyəti döngədən çıxarır. Yaxşı və ya pis məlumatların bütün dünyaya necə ötürülməsi və sualtı kabellərin nə üçün mübarizə aparmağa dəyər olmasıdır. Peyklər əksinə daha az məlumat daşıyır və buraxılması və saxlanılması daha bahalıdır. Texnologiya gələcəkdə inkişaf edə bilsə də, 2023-cü ildən etibarən peyklər qitələrarası məlumatların kiçik bir hissəsini təşkil edir və çox güman ki, növbəti 10 illiklərdə belə qalacaq. Buna baxmayaraq, sualtı kabellərin casusluq və təxribat zəifliyi ilə bağlı artan narahatlıq var ki, bu da hökumətləri öz ərazi sularını daha çox qorumağa məcbur edir. Bəzi dövlətlər yalnız müəyyən şirkətlərin ekskluziv iqtisadi zonaları daxilində sualtı kabellər çəkə və onlara xidmət göstərə biləcəyini əmr edir. Amma bahislər həmişə o qədər də yüksək deyildi. Əvvəlki dövrlərdə məlumat kabelləri çox vaxt dövlət müəssisələri tərəfindən maliyyələşdirilirdi. 2000-ci illərdə vəziyyət dəyişməyə başladı. Huawei kimi Çin telekommunikasiya şirkətləri Papua Yeni Qvineya və Karib hissəsi kimi xidmət göstərilməyən bazalara genişləndi. 10 il sonra Çin telekommunikasiya çempionları kabel biznesində öz yerlərini yaratdılar. 2015-ci ilə qədər Çin Huawei Marin ilə əməkdaşlıq edərək
şəbəkəsini genişləndirmək üçün rəqəmsal İpək yolunu işə saldı. Cəmi 4 il ərzində dünya bazarının 15%-ni ələ keçirdi. Amerika üçün bu oyanış zəngidir. Tramp administrasiyası Pekinə qarşı ritorikasını gücləndirdi. Sualtı kabellər öz təbiətinə görə dövlət özəl fərqi aradan qaldırır. Bu sənaye həm milli təhlükəsizlik, həm də iqtisadi müdafiə üçün hədəfə çevirir. Vaşinqton nəinki kabel şəbəkəsinin nəzarəti gücləndirdi, həm də Amerika firmalarının bazarda hökmranlığını təmin etməyi hədəflədi. Bunun səbəbi yerləşdirdikdən sonra kabel operatorları tez-tez bir neçə 10 illiklər ərzində texnoloji şirkətlərə, ISP-lərə və digər firmalara band genişliyi satmaqla və ya tutumlu icarəyə verməklə ödəniş məntəqəsi xərclərini toplaya bilər. İnkişaf etməkdə olan ölkələrə qoşulan kabellər həm də Amerika dövlətinin müşahidə imkanları ilə yanaşı, Amerika texnologiya nəhənglərinin əhatə dairəsini artıraraq yeni bazaları sındıra bilər. Bu səbəbdən hökumət və biznes birgə fəaliyyət göstərir. Birincisi, kabel müqavilələrinin rəqiblərinə deyil, Amerika firmalarına getməsini təmin etmək üçün çox vaxt yüksək başlanğıc xərclərini öz üzərinə götürür. Silikon vadisi begemotları federal hökumətlərlə birləşərək kabel biznesini qarışdılar. 2016-cı ildən bəri Google, Meta və Microsoft kabellərə 2 milyard ABŞ dolları sərmayə qoyublar ki, bu da qlobal ümumi həcmin 15%-ni təşkil edir. Növbəti 3 il ərzində isə daha 4 milyard ABŞ dolları sərmayə qoyulub. Bu şirkətlər həmçinin qlobal band genişliyi istifadəsinin 3%-ni təşkil edir. Beləliklə, öz infrastrukturlarına nəzarət etməklə böyük texnoloji firmalarda sənayedəki mövqelərini gücləndirdilər. Nəticədə Çin kabel təchizatçıları müqavilə təkliflərinin quruduğunu gördülər. Vaşinqtonun sanksiya hədəsi həm Global Marine, həm də Huawei-ni birgə müəssisələrindəki paylarını HMN-Tech olaraq Regberindəki Hectong qrupa satmağa vadar etdi. Lakin ziyan böyük ölçüdə dəymişdi. Hal-hazırda HMN-Tech inkişaf mərhələsində olan yalnız 2 layihəsi var və hər ikisi Cənub-Şərqi Asiya ilə məhdudlaşır və 2025-ci ilə qədər onlayn olacaq. Beləliklə, Amerika siyasəti Çinlilərin ən azı indiyə qədər qlobal sualtı kabel bazasında əsas maraqlı tərəfə çevrilməsinin qarşısını almağa müvəffəq oldu. HMN-Tech məlum olan və planlaşdırılan kabel şəbəkələrinin yalnız 10%-ni təşkil edir. Bu qlobal kabel bazarının müvafiq olaraq 41%-ni və 21%-ni təşkil edən fransız istehsalçısı ASN və Amerika təchizatçısı Subcom'dan əhəmiyyətli dərəcədə aşağıdır. Lakin Amerika kabel planlaşdırma mərhələsində üstünlük təşkil etsə də Çin görünür. Texniki xidmət işində daha qabarıqdır. Kəsintilər tərəfinə görə planlaşdırılmamışdır. Təmir işi tez-tez kimin imkanlı, əlçatan və yaxın olanın qucağına düşür. Bu səbəbdən sualtı kabel əməliyyatlarını möhkəmlənmək üçün Çin, Amerika və Yapon xəttləri də daxil olmaqla yaxınlardakı dənizlərdə sıx kabel infrastrukturuna meyl edərək texniki xidmət işində öz bahisini heç kim getdi. Bəzi analitiklər bunun tıqqıltı üçün imkanlar yaratdığını iddia edirlər. 2022-ci ildə Çin gəmiləri Şərqi Çin dənizində AT&T, Verizon və Microsoft tərəfinə idarə olunan kabelləri təmir etdi. Növbəti may ayında Microsoft dövlət tərəfindən dəstəklənən aktyorların onun telekommunikasiya infrastrukturunu müdaxilə etdiyini orta inamla iddia etdi. Pekin hakerlərlə hər hansı əlaqəni təkzib edib. Qismən bu səbəbdən Vaşinqton yeni kabelləri Çindən fiziki olaraq uzaq tutmağa çalışır. 2020-ci ildə əsası qoyulan təmiz şəbəkə təşəbbüsü Amerika ilə Çinin materiki arasında birbaşa əlaqəni effektiv şəkildə qadağan edir. Nəticələr özləri üçün danışır. 2024-cü ildə açılması planlaşdırılan Bifrost və Echo sualtı kabelləri Çin yaxınlığındakı mübahisəli sulardan yan keçir. Filippin və İndoneziyanı birləşdirən 12.000 kilometrlik layihə Ərik kabelinin 2025-ci ildə başa çatması nəzərdə tutulur. Sakit Okeanın cənub-qərbində isə geosiyasi faktorlar daha qabarıq şəkildə özünü göstərir. 2021-ci ildə Dünya Bankını Guam, Mikroneziya, Kiribati və Nauru ilə birləşdirilən kabel layihəsini ləğv etdi və Çin HMN-Tech'in qalib gəlməsinə üstünlük verdi. Vaşinqton layihəni mahiyyəti etibarilə rədd etdi. 2020-ci ildə Dövlət Departamenti
Çinin iştirakını bəyənmədiyini bildirərək Mikroneziya ilə əlaqə saxladı. Bundan sonra Vaşinqton, Tokyo və Canberra eyni marşrut üzrə yeni kabel xəttini maliyyələşdirdikdən açıqlandı. 2023-cü ilin iyun ayına qədər 95 milyon ABŞ dolları 2250 kilometrlik layihə davam edirdi. Bu, öz növbəsində ABŞ-ın yüksək hərbiləşdirilmiş xarici ərazisi olan Guamın əsas məlumat mərkəzi kimi statusunu artırdı. Amerika və Çin arasındakı düşmənçilik şirkətləri məlumat trafiki göndərmək üçün yeni marşrutlar yaratmağa sövq edir. Milli təhlükəsizlik və məlumat təhlükəsizliyinə üstünlük verildiyi üçün düşmən tədarükçüləri bütün IKT ekosistemindən tamamilə kənarlaşdıran siyasət və təmizləyici çərçivələr yaradılır. Sinqapur, İndoneziya, Filippin və ABŞ-ın Guam adası ərazisi indi beynəlxalq məlumat trafiki üçün mərkəz kimi meydana çıxır. Lakin rəqabət Hindi okeanına qədər uzanır. Burada əsas sürtünmə nöqtəsi Sinqapurdan Parisə uzanan CME 6 kabeli olmuşdur. Əvvəlcə onu qurmaq üçün Çin HMNTK üstünlük verilirdi. Şirkətin təklifi indiyə qədər ən rəqabətli idi. 500 milyon ABŞ dolları ilə bu, tələb olunan qiymətə yalnız 1/3-ini təşkil edirdi və layihəni HMNTK-in beynəlxalq nüfuzunu yüksəldəcəyi gözlənilirdi. Bununla belə Vaşinqton bir daha işə qarışdı və layihəyə sanksiya tətbiq etməyi nəzərdə tutdu. Proqnozlaşdırıla bilər ki, bu üz-üzə gəldi. Layihə ABŞ-ın kəşfiyyatı ilə dərin əlaqələri olan New Jersey firması Subcom'a verildi. Subcom özü 1955-ci ildə Amerikanın sualtı qayıqlara qarşı imkanlarını artırmaq üçün soyuq müharibə layihəsi kimi fəaliyyətə başlamışdır. Hal-hazırda Google, Amazon, Microsoft və Meta Platforms kimi şirkətlər üçün kabellər hazırlayır. Strateji baxımdan onun ən mühüm rolu ABŞ ordusu üçün eksklüziv badratçı kimi PLA hərbi dəniz qüvvələrinin monitoringinə kömək edir. Subcom həmçinin Diego Garcia'ya yeni kabel çəkmək üçün öt mövqeyindədir. Britaniyanın idarə etdiyi atolda 3000 nəfərlik Anglo-Amerikan dəniz bazası yerləşir. Onun mərkəzi yerləşməsi Vaşinqtonu Qərbi Asiya neft islahatçılarını Şərqi Asiya neft ixracçıları ilə birləşdirən, həyati əhəmiyyət kəsb edən dəniz zolaqları üzərində güc layihələndirmə imkan verir. Hazırda ada təkcə dəniz bazası kimi deyil, həm də ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın kəşfiyyat agentliklərini birləşdirən Beşgöz kəşfiyyat paylaşma şəbəkəsi üçün məlumat əlaqəsi kimi xidmət edir. Pekinin fəaliyyəti isə daha təvazökardır. Çinin Hind okeanına sərmayəsi əsasən onun texnologiya firmalarına qarşı təzyiqlərdən əvvəlki kabellərə aiddir. China Mobile, Afrikanı Avropa ilə birləşdirən iki Afrika kabel xəttinin yaradılmasında mühüm rol oynadı. Bu vaxt China Unicom 2020-ci ildə yayınlanan Braziliya, Kamerun ilə birləşdirilən 5800 kilometrlik bir kabel olan Sail Cable-da əsas investor idi. Buna baxmayaraq, son illərdə bir neçə Çin əsaslı sualtı kabeli qərbə çatdı. Nadir istisnalardan biri sülh kabelidir. 2022-ci ilin dekabrında istifadəyə veriləcək 12000 kilometrlik xətt Sinqapur, Kenya və Pakistanı, Misir və Maltadan keçərək Fransaya birləşdirəcək. Kabel tamamilə Çin şirkətləri, o cümlədən HMNTK tərəfindən maliyyələşdirilib və tikilib. Fransa layihəni icazə verdi, çünki Amerika və Çin arasında düşmənçiliyin artdığı bir vaxtda özünə strateji müxtariyyət yaratmaq istəyirdi. Zaman keçdikcə sualtı kabellər ayrı-ayrı şəbəkələrə bölünməsi onların hərbi hədəf kimi cəlbediciliyini artıracaq. Bəzi dövlətlər, məsələn Ukrayna, böyük internet vasitəsilə fiziki infrastrukturun təhdidlərin qarşısını almağa çalışsalar da, bu tədbirlər sualtı kabelləri əvəz edə bilməz. Ən azı yaxın 10 illiklərdə. Cənubi Çin dənizi kimi geosiyasi qaynar nöqtələr sıx dənizaltı infrastrukturu olan ticarət mərkəzləridir. Bu çox pisdir. Lövbərlər və balıq torları, sürüşmə və zəlzələ kimi təbiət hadisələri kimi müntəzəm olaraq fasilələrə səbəb olur. Bütün bunlar anlaşılmazlıq və səhv hesablamalar üçün geniş imkan yaradır. Məsələn, 2023-cü ilin əvvəlində Taypeyin idarə etdiyi Matsu adlarının sakinləri internet kəsilməsi ilə üzləşdilər. Bir həftə ərzində adaları Taybana birləşdirən iki əsas kabel kəsildi. Sakinlər Pekindən şübhələnirdilər, lakin onlar tezliklə etiraf etdilər ki, Çinin iştirakına dair birbaşa sübut yoxdur.
Sualtı kabellərlə bağlı problemlərdən biri infrastrukturla bağlı beynəlxalq hüququn inkişaf etməməsi və bir qədər köhnəlməsidir. ABŞ və Çin boşluqları öz tənzimləmələri ilə doldurmağa çalışdılar, lakin onların hər iki cəhdi müxtəlif səbəblərdən də olsa əksik olmuşdur. Amerika qanunları çox köhnədir. Sualtı kabelləri əhatə edən ən son Amerika qanunu 1888-ci il sualtı kabel aktıdır. Kabelin qırılması 5000 ABŞ dolları məbləğində cərimə və 2 ilə qədər həbs cəzası ilə nəticələnir. Bu arada ehtiyatsızlıqdan lövbar və ya balıq torunu atmaq 500 dollar məbləğində cəriməyə və 3 aylıq həbsə səbəb olur. 3 milyon ABŞ dollarına qədər təmir xərcləri yaradan bir hərəkət üçün kifayət qədər maneə törədir. Çin qanunları isə ardıcıl olaraq tətbiq edilir. Pekin müdaxilənin dərəcəsinə görə cəzalar tətbiq edir. Kabelin qəsdən və ehtiyatsızlıqdan zədələnməsi 1400 ABŞ dolları məbləğində cərimə ilə nəticələnir. Amma operatorlara da fəaliyyət dayandırmaq əmri verilə bilər. İcazəsiz kabellərin çəkilməsi də 25.000 ABŞ dolları məbləğində cərimə edilir. Lakin zəif icra o deməkdir ki, Çində orta hesabla illik 26 kabel qüsuru var ki, bu da istənilən dövlətin ən yüksək göstəricisidir. Bu son vaxtlar qum hasilatı, qazma, lövbar salma və div trolu kimi fəaliyyətlərə qarşı mübarizəni sürətləndirdi. Hərbi kabelləri qırmaqda şübhəli bilinən gəmilər artıq ələ keçirildi. Çin israr edir ki, kontinental şelflər boyunca kabel marşrutlarını müəyyən etmək hüququ sahilyanı dövlətlərə aiddir. Praktikada bu, dövlət okean administrasiyasını xəbərdar etmək və PLA hərbi dəniz qüvvələrindən etiraz məktubu almaq deməkdir. Bəzən marşrutun dəyişdirilməsi ilə nəticələnir, yalnız bundan sonra operator öz kabellərini Çin ərazisinə endirmək üçün icazə üçün müraciət edə bilər. Bundan sonra onlar dəniz orqanlarına öz fəaliyyətləri barədə tam məlumatlandırılmalıdırlar. Bununla belə bu mövqe çox güman ki, sürtülməyə səbəb olacaq. Xüsusən də Pekin demək olar ki, bütün Cənubi Çin dənizinə tarixi iddia olan 9 tiri xəttində işləyən operatorların onun razılığını alması lazım olduğunu iddia etdiyi üçün. Vaşinqtonun icazə prosesi də mürəkkəbdir. Ştatda işləmək istəyən operatorlar FCC, ABŞ-da xarici iştirakçılığın qiymətləndirilməsi komitəsi, mühəndislər ordusu korpusundan və ola bilsin ki, əyalət və yerli hakimiyyət orqanlarından icazə almalıdırlar. Bu qırmızı lent təsdiqlənməni 2 il gecikdirə bilər. Bu müddət yalnız Amerika kabel texnologiyalarının paylanması məhdudlaşdıraraq yeni qanun layihəsinin təsirli halda gəldiyi təhdid artacaq. Qanunlar kolbasa kimidir. Onların edildiyini görməmək daha yaxşıdır. Ciddi icazə tələbləri verməklə həm Pekin, həm də Vaşinqton BMT-nin dəniz hüququ konvensiyasını pozur. Çin konvensiyası ratifikasiya etsə də və ABŞ beynəlxalq adət ənənəvi hüquq kimi qəbul etsə də, hər iki ölkənin icazə tələbləri dəniz qanununa ziddir. Sualtı kabellər dünyanın informasiya boru kəmərləridir və beləliklə onlar Çin və Amerika arasında yeni soyuq müharibədə əsas cəbhəyə çevrilir. Bugün qoyulan infrastrukturlar ticarət, strateji siyasət və beynəlxalq hüquq üçün təsirləri ilə sabahın güc bloklarını birləşdirir. Qərb hələlik liderlik boyunu saxlasa da, Çinin artan nüfuzu və BRICS və digər forumlar vasitəsilə Cənub-Cənub əməkdaşlığının yüksəlişi yeni əməkdaşlıq oxları aça bilər. Nə olursa olsun, kabel layihələrinin təşviqi və qorunması indi geosiyasi imperativdir. Çünki resursların nəzarət uzun müddətdir ki, müharibə üçün alovlama nöqtəsi olsa da, indiki vaxtda münaqişənin mərkəzi nöqtəsi hamının ən qiymətli mənbəyidir. Ən qiymətli mənbə isə əlbəttə ki, informasiyadır. Mən Kasper Report Azərbaycandan Paşa Azəri. Əgər videomuzu bəyəndinizsə, izləyib bəyənib abunə olmağı unutmayın və sağ olun.